Hamza Salam kanalıma hoş geldiniz. Ben Mahizər. Bu günləri sizlərlə birlikdə həm səyahət, həm də tətil vlog bir çəkirəm. Bu günləri Qaxa gedəcəyik. Əslində sabahları Qaxa gedəcəyik. 7 saatlıq bir yoldur. Saat 12-də, gecə saat 12-də yola çıxacaq. Sabah saat 7-də də çatacaq və qatarla gedirik. Mən ilk dəfə həyatımda qatara minəcəm. Əslində bir dəfə də minmişdim, amma o qısa bir yolu idi. Ona görə minməmiş sayıram. Həm də şey idi, 28 maydan, maydı mı oldu? 28 may mı oldu? May yoxsa mı oldu? Mən tam oraların adını bilməm. 28-dən Xırdalına gəlmişdik qatarla. O qısa bir yolculuq idi. Həm də yəni qatar sayılarımı bilməm, belə bizim indi gələcəyimiz vaqon kimi bir şey olacaq. Ona görə heç minməmiş sayıram. Bugün 2 dəfə minəcəm. Dediyim kimi saat 12-də gedəcək. İndi saat 9-a işləyib. Mən indidən hazırlaşdım. Bavulumu hazırladım. Qəşəng kombinlər eləmişəm. Hamısından çoxlu şəkil çəkdirməliyəm. Çünki bu il başım dərsdən heç qalxmadı. Qəşəng bir şəkildə tətil eləmək istəyirəm. Ona görə 2 günlük yox, 3 günlük gedəcəyik. Zaten biz tətildir indi 8 noyabra görə. 8-dən 12-sinə kimi, 11-nə kimi də ola bilər, tam əmin deyiləm. Ona görə bu tətil qəşəng keçər deyə düşünürəm. Çantamı da hazırladım. Əl çantamı birazdan onun içində olanlara da baxarıq deyə düşünürəm. Sonra tətil vlog 2-3-ü də çəkəcəm, amma təbii ki onlara ayrı bir video olacaq. Bu şəkildə indi çantamı göstərim. Ondan sonra da yola düşəndə yenidən çəkərəm. Çantamın içindəkiləri çıxartdım sizə rahat-rahat göstərmək üçün. Çantam da budur. Anamın çantasıdır. Mənim öz əşyalarım öz çantama yerləşmədiyi üçün anamın çantasını götürdüm və üzərinə belə bir toka taxdım, daha özümə məxsus eləmək üçün. İçindəkiləri tez göstərim. Bir ədəd tripod götürdüm video çəkmək üçün, amma bu tripodun bir dənə sevmədiyim yönü var. Bu şəkildə açıldığı zaman belə ayaq üstə saxlamaq üçün heç kullanışlı olmur. Çünki sağa sola belə elə düşür. Temudan aldığım üçün çox bir şey gözləmirdim əslində, amma bu qədər də pis olacağını bilmirdim. Amma bu şəkildə əldə tutub çəkmək üçün çox komfortludur. Ona görə yanımda götürürəm. Ondan başqa belə bir kirpik qıvrıcısı götürdüm özümlə. Burada indi makyajda olan şeylər var, onları göstərirəm. Bu mənim həyatımın mənasıdır. Çox sevirəm kirpik qıvrıcımı. Təbii ki maskara bunsuz da heç yerə getmirəm. Mükəmməl bir şeydir. Pixie'dən bir allıq. Bunu bibim almışdı. Çox qəşəng rəngi var. Təbii ki bunu da götürəcəm. Və onu yaymaq üçün bir fırça. Və təbii ki gəlir star parçamız, lip balmımız Nivea'dan. Mükəmməl bir şeydir. Tək gəlməklə mükəmməl bir şeydir. Çox sevirəm, onu da götürürəm. Və glossla bir ədəd nəmləndirici lip balm. Bu çox gözəldir, amma markasını bilmirəm. Xalam vermişdi, rus dilində yazıb üstündə. Bunlardır və bir ədəd daraq. Çünki niyə olmasın? Ona görə götürdüm, lazım olar. Təbii ki və təbii ki yenə bir kitab. Hara getsəm özümə kitab götürməyi çox sevirəm. Oxumasam belə yanımda kitab olmalıdır. Yer altından qeydlər, bunu indi oxumağa başlayacağım. Fyodor Dostoyevskidəndir. Onsuz da Fyodor Dostoyevskinin kitablarını çox sevirəm. Bunu da sevəcəyimi düşünürəm. Yanımda götürdüm. Bu arada Franz Kafka'dan Açlıq Sənətçisini oxuyub bitirdim. Bilirsiniz bir yerdə oxuyurduq. Çox amma çox gözəl bir kitabdır. Kitabın sonlarına doğru artıq insan düşüncələri haqqında danışılmağa başlayır və çox gözəldir. Çox sevdim. Alın, oxuyun. 1000 dəfə oxuyun. Mən ikinci dəfə oxumağı da düşünürəm onu. Mükəmməl bir kitabdır. Sonra belə bir şey var. Bu tarix olimpiyadasına gedəcəm. Dekabrda bir ay var. Onun üçün çalışıram və onun üçün belə qeydlər tuturam. 5-6-cı sinif tarix haqqında PDF-lərim də var, onlar planşetimdədir. Bunları da yanımda götürürəm təkrarlamaq üçün. Tətildə də olsaq dərs təkrarlayırıq. Bir də son olaraq özümdən planşetimi, qulaqcığımı və adapterlarımı götürəcəm. Planşetim və qulaqcığım zərət qayığır, adapterim da oradadır. Onlardan son götürəcəm. Yolda full film izləyəcəm. Musiqiyə qulaq asacağım. PDF-lərdən maalesef ki test işləməli olacağam və oyunlar oynayacağım çoxlu. Bu şəkildədir çantamda. Birazdan yola çıxanda da yolda çəkərəm və bu gün mənim favori dizim var. Taşacaq bu dəniz. Gedin izləyin. Mən başda o dizi çox zorbalayırdım fraqmanına görə. Amma sonradan izləyəndə şok oldum. Çox gözəldir. Bu gün də 5-ci bölümü olacaq. Mükəmməl bir filmdir. Karadeniz kinoları onsa çox sevirəm. Bu ayrı bir yerdir də, yəni mükəmməldir. Yolda da baxarım deyə düşünürəm. Bu şəkildə indi evdən çıxanda falan da çəkərəm. Hələ ki 2 saat var yola. Bu şəkildə
Görüşərik, bay bay. Artıq evdən çıxmamıza az qalıb, son çantamı yerləşdirəcəm. Bu arada planşetimin kabrasını dəyişdirmişəm. Köhnə olan çox belə plastik idi, o da planşetləri əzirdi. Ona görə Temdən belə bərk kabra zakazladım. Məncə çox qəşəng olub. Baxın, belə özümlə süslədim. İndi bunları götürürəm. Belə bir qulaqçığım da var. Çox qəşəng bir ses kalitəsi yoxdur, amma qəşəng görünür. Də yolda yaxşı olar deyə düşündüm və təbii ki, əsl AirPods-umu götürmüşəm. O hələ zərif verir. İndi bunları da çantama qoyacağam. Ondan sonra kombinimi göstərib çıxacaq evdən. İndi biz çıxdıq. Saat 12 işləyib. Yavaşdan gedəcəyik. Belə. Bu arada hava çox soyuqdur. Yəni mən bu qədər soyuq olmasını gözləmirdim. İnşallah getdiyimiz yer belə olmaz. Amma düşünürəm ki, daha soyuq olacaq. Gedirik. Biz gəldik. Belə bir yerdir. Ve burada çok şirin pişikler var. Bakın. Burada da biri var. Çok şirin. Üstüne bakın. Yanıma gelip oturdu. Her yere gidende yanında pişikler 100% gelmelidir. Bunun şirinliğine bakın. Da bu gelir. İndi gözləyirik qatarın gəlməsini. Oradan gələcək. Sonra gedəcək. Bu da içərisi də yəni bomboşdur. Belə şeyler var. Ne olduğunu bilmem. Burada pişikler düz geldi. Dibimə qədər oturdular, çox şirinlər. İndi hərdə gözləyib və mənim çox yuxum gəlir. Biz indi gəldik, sizə ətrafı göstərəcəm. Başlayaq. Şimdi belə bir yerdir, burada çöl də var, belə 4 dənə şey var. Mən özümə belə bir yer qurdum və belə şeylər verirlər. İndi içərisinə bir yerdə baxacaq. İçərisində nəm salfetka, normal salfetka, diş seti, bir də belə bir göz bandı var. Məncə çox yaxşıdır. Digərlərində də eyni şəkildə. Mən təbii ki, tablet kit olduğum üçün tabletimi də gətirdim. Və belə şeylər verirlər hamıya deyəsən. Belə içərisində şeylər var. Yəni nə qədər yaxşı, qədər. İndi bu şəkildə dururam. Sonra görüşərik, indi etsəm yenidən çəkərəm. Biz gəldik. Mən dünənləri, əslində bu günləri qatardan düşəndə video çəkməyi unutdum. Çox yuxuluydum. Hava çox soyuq idi, ona görə çəkə bilmədim. Gəldik, biraz yatdım. İndi gəldik səhər yeməyə yeməyə. Mənzərə o qədər gözəldir, indi sizə də göstərəcəm. Yemək yeyəcək, ondan sonra yenə bir yerə getsəm, nəsə eləsəm, sizlər üçün də çəkərəm. İndi biz gəldik, hazırlaşmağa başlayırıq yavaşdan. Mən kombinimi elədim, indi ən son çöldə çəkərəm. İndi makyajımızı eləyəcəyim. Makyaj dediyim də allıq, rimel, bir də lip balm sürəcəm. Lip balmım düşdü. Aldım. İndi bunları sürüb gəlirəm. Rimelimi, allığımı və lip balmımı sürdüm. Məncə yəni yetərli deyə düşünürəm. Onu da həmişə elədiyim şeyi elədim. İndi evdən çıxacaq, kombinimi də son kəs göstərərəm bu şəkildə. İndi sizə outfitimi göstərəcəm. Məncə çox qəşəng oldu. Üzərimdəki bu arada anamın da çaxdırmayın. 1-2 gündür ki, sadəcə anamın qəşəng koftalarını geyinirəm. Çünki yəni özümün bu qədər gözəlləri yoxdur. Ona görə təbii ki, anamınçıları geyinirəm. İndi gedəcəyik, sizə ətrafı göstərmək istəyirəm, sonra gedəcəyik. Belə bir yerdir. Burada restoran falan var. Bu da binanın özüdür. Burada belə yerləmək üçün yerlər var. Və tripodumu da götürdüm. Çünki çöldə tripodla çox kullanışlıdır məncə video çəkmə. Ona görə götürdüm. Bu şəkildə indi gedəcəyik. İndi gəldik. Bu qalxdı deyəsən içəri şəhərə oxşayan bir yerdir. Bura gəldi. İndi ətrafı göstərirəm. Çox qəşəngdir. Baxın, bu şəkildədir. Məncə çox qəşəngdir. Belə payız var. Belə çox qəşəngdir. İndi burada falan şəkil seçdirəcəm. Belə hədiyyəli şeylər satılan yerə gəldik. Baxın. Qəşəngdir. O göstərdiyim yerdən özümə belə bir təbii daş aldım. Adiyust olmalıdır, da tam bilmirəm. Məncə çox qəşəngdir. Belə şeyləri çox sevirəm. Qəşəng oldu. İndi gedirik bura. Çox qəşəngdir. Burada şəkil çəkdirəcəm indi. Belə. Çox qəşəng, çox amma çox qəşəng. Posluq şəkillər çəkildim. İndi yenə park kimi bir yerə gəldik. Burada da çəkiləcəm. Çox qəşəng oldu. Tam itiməsindən şəkillər oldu.
Nizami Gəncəvinin belə bir heykəli də var. Nizami Gəncəvinin əsərlərini çox sevirəm. Bunu da çəkmək istədim sizlər üçün. Gəldik. Belə bir yerdir. Mən də çox qəşəngdir. Yəni çöldən görünüşü bu şəkildədir. Günəş düz üzümə vurur. Ona görə yerimi dəyişdirməyi düşünürəm. İndi gəldik və sushi var burada. Yəni belə bir yerdə sushi olacağını düşünməzdim. İndi əgər varsa sifariş edəcəm, yoxsa digər şeylərdən yeyəcəm. İndi yemək falan yedim. Biraz çıxdım burada gəzməyə. Ətrafı göstərəcəm. Çox qəşəngdir. Belə çox kənd vibe verir məncə, çox qəşəngdir. O başdan bu başa gəldim, çəkməyi unutmuşdum. Burada belə ağaclar falan var. Orada da göl var. Onu sizə göstərmişdim gələndə. Belə mən də gəzirəm. Biz gəldik otelə. İndi mən üstümü dəyişdirdim. Daha basic şortmanımı geyindim. Üstüm elə olduğu üçün qalır. İndi gedəcəyik biraz buralarda gəzəcəyik. Hava çox qəşəngdir. Nə isti, nə soyuq, mükəmməl bir hava var. Gedəcəyik, orada da çəkərəm. İndi çay var burada, oraya gedəcəyik, çay kənarı. Sonra başqa bir şey eləsəm çəkərəm. Çay buradır, yəni çox bir çay deyə bir şey yoxdur. Quruyub biraz, amma qəşəngdir. Amma düşməyə yer yoxdur, o bayağı hündür bir yerdir. Amma burada belə yerlər var, çox qəşəngdir. İndi qaranlıq olduğu üçün çox görünmür. Burada da belə, necə deyim, restoran, kafe tarzı şeylər var. Biz də gəzirik, hava çox soyuqdur. Saat 10'dur. Artıq mənim eləyəcək aktivitələrim bitdi. Sadəcə evdə oturub, yəni otaqda oturub video editləyib kitab oxumağı düşünürəm. Yəni başqa bir şey eləməyəcəm. Sabahları çox qəşəng yerlərə gedəcəyik. Onun üçün də təbii ki ayrı bir video çəkəcəm. Bu videomuz buraya qədərdir. İnşallah bəyənmişsinizdir. Bəyənsəniz abunə olub like atmağı unutmayın. Digər videolarımızda görüşərik. Hamınızı öpdüm. Bay bay.